Salamlar, bu Show Deyil podkastının yeni bölümünə xoş gəlmisiniz. Mən Səma Ağayeva. Mən Rəna Yüzbaşova. Mən Mehri Əzzava. Və qarşınızda qonağımız Kəmalə Günəşli. Kəmalə xanım, bu Show Deyilə xoş gəlmisiniz. Təşəkkür edirəm qızlar, çox sağ olun. Minnətdaram sizlərə. Dəvətinizə görə təşəkkür edirəm. İlk dəfədir sizin efirdəyəm. İnşallah ki, əminəm ki, çox maraqlı bir efirimiz keçəcək. Maraqlı suallarınız olacaq. Mən də əminəm ki, maraqlı cavablarım olacaq sizə. İnşallah. İnşallah. Kəmalə xanım, ilkimizdə qonaq olduğunuz üçün, bizə vaxt ayırdığınız üçün dərin təşəkkürümüzü bildiririk sizə. Sevə-sevə. Sağ olun. Hazırsınızsa, keçid eləyək suallarımıza yavaş-yavaş. Başlayaq. Birazdan da maraqlı oyunlarımız olacaq. Nə gözəl. Deməli, ilk sualımız belədir. Özünüzü 5 kəlmə ilə ifadə eləsəniz, bu hansı kəlmələr olardı? 5 kəlmə ilə. Az oldu elə bil. Nə bilim vallah. Bu bilirsiniz necədir? 5 kəlmə ilə vallah çox şey deyərəm, nə bilim. Deyin. Deyin. Hardan başlasam, hardan bitarsam. Mən Kəmalə Günəşli, pozitiv bir qadınam, enerjili bir qadınam, sevgi dolu bir qadınam. Yaşamağı çox gözəl sevirəm və sənətimi çox gözəl sevirəm. Yəni, hər halınızdan bəllidir ki, bu 5 sadaladığınız və əminəm ki, artığını da özünüzdə birləşdirirsiniz. Əlbəttə ki, çoxdur. Bir-biri. Maşallah. Axşamacan sadalayım, çoxdur maşallah. Kitab gibi xanım. Bəli. Bizlər demiş. Bəli, buyurun. Heç sırf gündəmə düşmək üçün istəmədiyiniz açıqlamaları etmisiniz? Gündəmə düşmək üçün istəmədiyim. Elə bir şeyim olmayıb. Elə bir şeyim olmayıb. Çünki yəni çalışmışam ki, real, yəni necə deyim, elə insanlar var ki, gündəmə gəlmək üçün kimlərəsə söz atırlar, kimlərsə qəlbinə dəyirlər. Məsəl üçün xanımın qəlbinə dəyir, lazımsız sözlər deyir, aşağılayıcı sözlər deyir. Belə şeylər hər zaman əleyhinə olmuşam və çox şükür ki, Allaha şoya xətir və yaxud da tanınmağa xətir, yəni elə bir şeylər eləməmişəm. Düzdür, mənə söz atıblar tanınmağa görə, ancaq mən elə şeylər eləməmişəm. Eləməmişəm. Eləmərəm də heç vaxt. Özünüzə yaraşdırmırsınız. Bəli, əlbəttə ki, yaraşmaz. Xanım, səhnə obrazı ilə real Kəmalə nə qədər fərqlənir? Fərqlənir. Həqiqətən. Həqiqətən də mən səhnədə necə varamsa, gündəlik realda elə deyil. Gündəlikdə daha biraz ağıram, daha biraz necə deyim, sakidəm. Amma səhnədə mən o deyiləm də, deyir o sən deyilsən. Səhnədə düzdür, həyatda da pozitivəm. Amma səhnədə daha çox çılğınam, dəlisovam, necə deyim, pozitivəm. O enerjini ötürür. Enerji dəhşətdir. Tamam fərqli. Səhnədə mən tamam başqa oluram, həqiqətən. Yəni səhnədə həmin o Kəmalə deyil. Həqiqətən də. Səhnədə başqayam. Bəs heç olub sizi səhnədə, efirdə çətin vəziyyətə qoymağa çalışıblar? Qarşılaşmısınız? Çox olub. Səhnədə necə olub? Çətin vəziyyət nə olub? Səsimi alıblar. Bəli. Məsəl üçün bilirsiniz də yarım saatda çıxışlarda, proqramlarda bizdə panoqram olur. Yəni yarım saatlıqda da mən canlı oxuyuram. Amma bütün toylarda oxuyuram. Yəni panoqram oxuduğum yerdə oradan bilə-bilə səsimi alıblar. Belə şeylər çox olub ki, sonra mənim prodüserim Nigulə gedib onlarla deyib ki, biz bu nə məsələdir. Biz bilməmişik, həmən kanal Kəmalə xanımındır. Biz elə bilmişik başqa kanalda onun səsini almışıq. Yəni bəli, mənə çətin anlar yaşadıblar. Bəs efirdə? Efirdə çətin anlar necə olub? Məsəl üçün gözlənilmədən elə qonaqlar gəliblər ki, məsəl üçün qohumlardan olub elə bir şey. Yaxın günlərdə bilmirəm siz onu görmürsünüz, qohumlarımızdan biri basqın eləmişdi. Doğrudan? Hə. Basqın eləmişdi efirə, amma onu yəni biz efirə vermədilər. Yəni mənim xahişimdən o efirə vermədilər. Yəni efir vaxtı olub da, efir gedən zamanı gəliblər, yəni düzdür, canlı efir olub. Ancaq yenə də sağ olsunlar o efirə. Yəni mən çətin anlar yaşamışam. İnşallah ki olmasın. Olmasın, çox pis olmuşdu. Yaxşı bir şey deyil. İnsanın əhval-ruhiyyəsinə təsir eləyir, istər-istəməz o anki situasiyadan hazırlıqsız anidən, yəni
O yaxşı. Deyil. Olub elə bir şey. Rastlaşmışam amma Üzücü insanların davranışları. bəli, Dəhşət. dəhşət. Kəmalə xanım, sizcə Bəli. Azərbaycan şou biznesində həqiqi sənətçi anlayışı varmı? Var, əlbəttə ki, var. Mən deməzdim yoxdur. Var. Yəni yaxşı sənətkarlarımız da var. Bəzən bilirsiniz necədir. Məsəl üçün baxın, yaxşı müğənnilərimiz, yaxşı sənətkarlarımız var. Bəli. Bəzən onları düzgün anlamırlar da, düzgün anlamırlar. Məsəl üçün deyir, eşi onun sənəti var. İndi ad çəkmirəm də, ad Bəli. çəkmədən danışacağam, istəmirəm ad çəkim, sonra başım ağrıyır. Buradan çıxarıb zəng edəcəyəm. Hə, ki sən mənim adımı çəkdin, niyə imına mənim adımı çəkdin? Mənə görə gündəmə. Hə, başqa adam yox idi ad çəkiləsi. Ona görə heç kəsin adını çəkmirəm. Yaxşı müğənnilərimiz də var, yaxşı ifalarını təqdim edən də var. Sadəcə bizim bu kütlə deyim də, bu kütləyə məsəl üçün yaxşı müğənnidir də, deyir, əşi onu oxuyur, nə danışıram, nə danışırsınız. Sənətini Onun alçaldır. oxuduğunun məsəl üçün bir çox gündəmdə olan müğənnilər bilmir. Yəni bizim yenə də deyirəm, bu tamaşaçılar bilmirəm nə istəyirlər, bunlara nə lazımdır. Və Allaha şükür oxuyuram. Bəli. Səhnə performansım Çox yerindədir. gözəl. Yazıcı yaddan. Biabırçılıq. Biabırçılıq. Vay! Amma qulaq Mən asır. utandım. Saçılıq. Biabırçılıq. Amma baxırsan ki, Bütün günü maşallah. mahnı dinləyir. Hər yerdə Amma mahnılarım onu sevilir. deyəcəydim. Məsəl üçün səhnələrə girirəm, telefon əllərində gəlir Kəmalə xanım şəkil çəkdirmək olar. Deyirəm, bəli, əlbəttə ki, böyük məmnuniyyətlə. Məsəl üçün şou proqramlarda rezerv olunan biletlərim satılır. Rezervlər hətta cəmaət ayaq üstə qalır. Dala qaydan da olur. Yəni bəs bunlar nədir? Ancaq inanın ki, Sadəcə söz. Hə, sadəcə bekarçılıq. Biabırçılıq. Bu nə geyimdir? Oy, bu nə səsdir? Oy, biabırçılıq. Belə ses olar. Sonra baxırsan, həmən adam çini çaydan altı qalır. Super! Həmən səhifə. TikTokda başqa şey yazıb. YouTube'da girib yazıb. Super! Əla! Sən başa düşmək olmur. Hamısı reytinq xətrinə elə. Bir də görürsüz, məsələn, bəziləri olur ki, istəyirlər ki, yorumdan tutsunlar, hype qazansınlar, Bəli, bəli. bəyəni qazansınlar, Bəyəni qazansınlar və tanıtsınlar. səhifəsindən girib görsünlər Ki, bu bu kimdir. kimdir görəsən belə rəy yazılır. Sən sənət adamlarının fix səhifələri. Bəli. Yəni bu belədir. Hə, doğru. İndi deyəcəksiniz, bax telefonum burdadır. İstəsəz göstərə bilərəm. Mən fix səhifəm yoxdur. Yəni girə bilərik TikTokuma da, Instagramıma da yoxdur həqiqətən. Amma Bəziləri kim ki var. o pis şeylər yazanlar, bəzən onların qohumları, aqrabaları. götürəməzlik İnanın idi ki, hamısı. o elədir. Show biznesin özü də əksəriyyətdir. Baxırsan hərəsinin 5 dənə fix səhifəsi var. Nəyə lazımdır? Ancaq mən güləşli də yoxdur. Siz nömrə bilirsiniz. Çox sağ olun qızlar. İlk ifa etdiyiniz hansı mahnı? Necə, yəni tanınmağımda, yoxsa ümumiyyətlə Ümumiyyətlə. sənətə başlayanda? Bəli, ümumiyyətlə. Tam desəm yadımda deyil. Valla yalan nə deyim? Çünki uşaqlıqdan oxuyuram. Ancaq biz sənətə gələn vaxtlarda, o vaxt bizdə bayağı mahnılar demək olar ki, yox idi. Bəlkə də var idi, az idi. Yəni belə formalaşmamışdı da, bayağı mahnıları dinləmirdilər, sevmirdilər. Yəni o vaxt bəstəkar xalq mahnıları daha çox idi. Ona görə də biz o vaxt elə biz sənətə gələndə bizə bəstəkar mahnıları, xalq mahnıları öyrədiblər, özümüz də öyrənmişik. O vaxtlar mini disklər idi. O vaxt YouTube yox idi axı. Yox idi. Balaca kasetlər idi. Qoyurduq, bir-bir saxlayırdıq, mahnı sözlərini yazırdıq. Yəni biz belə gəlmişik. İndikilərə nə var? İndi nə var ki? Qoyur orada, indi hər şey telefondadır, girir, öyrəndiksə hazırdır. 2 dəqiqə getdi oxurdu. Amma bizim zamanımızda həqiqətən biz əziyyət çəkmişik. Belə-belə dəftərlər yaratmışıq, dəftərlər yazırdıq. İnanın ki, o qədər yazırdım səhərə kimi. İnanın cəmiyyətinə. Saxlamısınız mı dəftərləriniz? Var, evdədir. Bilsəydim gətirərdim. İnanın ki, var, saralıblar indi evdədirlər. Yəni yazırdım mən onları, öyrənirdim, əzbərliydim. Əlbət belə deyildi, skrin eləyirdim. Qalırdı telefonda. Yox. İndi Google-da Liboy mahnı sözləri var. Yazdım. Hazırda oxuyurdu. Əlbət belə şey yazırdı. Əlbət ancaq kasetlər idi, yazırdıq. Nə YouTube var idi, nə sosiallar var idi. Ancaq öz suluğumuzla yazırdıq. Ona görə biz oxuyurduq, savad alırdıq, elirdik. İndiki gələn nəsil var, müğənnilər. Onların niyə əksəriyyətin savadı yoxdur? Çünki hazırda əziyyət çəkmir. Dank skrit elə də hazırdır. Baxıb oxuyacaq. Amma əlvəl elə deyildi.
Əvvəl biz yazırdıq, öyrənirdik. Məsəl üçün mən müəllimim olub da, mən Şövkət Əlikbərov adına ansambla getmişəm. Qonşu efirlərdə muğam toxumuşam. Yəqin ki bilirsiniz, görmüsünüz. Görmüşük. Biz gedirdik, bizə bir dedi, bu yerini belə elə. Zəngüləni belə elə. Amma indi kasetdə qulaq asır kapirovka. Enara Abdullayeva nə qədər kapirovka eləyən olub. Çıxır əzbərdən oxuyur. Əvvəl belə şey var idi. Əvvəl bir deyirdi, bax bunu belə elə, buna biz belə öyrəndik. Səslərlə işləyirdik. Sadəcə zaman elə zamaniyə gəldik, çıxdıq ki, bayağı mahnılara çox üstünlük verildi deyə. Mən də gördüm ki, bu mahnılarda artıq çörək yoxdur. Əziyyət çəksəm. Çörək yoxdur. Keçdim Tamara mahnısına, Çini çaydana, Röyadaydım. Başladım sevilməyə. Yaxşı mahnıları çıxardım. Bəli, yəni gözəl mahnılardır. Yəni necə deyim, bəzən mahnılar var ki, orada müəyyən sözlər var ki, etik sözlər olmaz efirdə, toyda. Ancaq mən də nə bilim, Röyada idim, Şahzadə idim, çox əyləncəlidir. Qara qızın zəngələr. Bəli. Sonra çalaram sənin üçün gitara, Tamara. Çox gözəl mahnılardır. Oynandır adamı. Bu mahnılara bayağı deyirlər, bəyənmirlər. Əslində bəyənirlər. Toy bizim də hər etiraf etmək istəmirlər. Boynuna almaq istəmir ki, yəni nədənsə. Mən başa düşə bilmirəm, müəyyən kütlə var ki, niyə müğənniyə paxıllıq eləsin ki? Müğənni paxıllıq eləyər. Düzdür, həmkarı paxıllıq eləyər. Mənə çox maraqlı. Məsəl üçün, gedirəm, elə yerlər olur ki, məsəl üçün, restoranda oturmuşam. Üzr istəyirəm, afisant bir xanımdır da, məsəl üçün, yaxınlaşıb. Məsəl üçün, oradan, məsəl üçün, mənim mahnım gedib, özüm şahid olmuşam. Bilmirəm, qohumu müğənnidirsə, nədirsə, sənlə bu nə mahnılar deyə qoyublar. Güya bu bilmir ki, burada oturan mənəm. İnanın ki, səmimiyyətmə. Sonra orada deyir ki, Kəmalə xanım deyir. Doğruda, efirdə kök görsənir. Efirdə çox gömbul görsənir. Efirdə adamı kök göstərir. Biraz. Həqiqətən, mənə görəndə deyirlər ki, sən arıqsız. Amma efirdə çox dolğun kök. Yəni, o da, mən heç bilmədim, odur yanı. Belə deyilir, gedir. Baxırsan, paxıllıq eləyir. Onun peşəsi ayrıdır, mənim peşəm ayrıdır. Baxırsan, paxıllıq eləyir. Müğənni başa düşdük. Bir-birini sevmir, o istəmir ki, qabağa getsin. Yəni, hamıya şamil deyil, bir-birini istəyən müğənnilər də var. Məsəl üçün, bizim Ofeliya xanımla, məsəl üçün, dostluğumuz var. Biz istəyirik bir-birimizin şan-şöhrətini istəyirik ki, uğuruna sevinirik. Ancaq baxırsa, qıraq adamda uğuruna sevinmir. Təəssüf ki. Sən mənə sən sənətin ayrıdır. Mən yəni işimi gör də. Sevin onu. Hər öz işini görsün. Yəni paxıllıq hər sahədə. Özlərinə Kəmal xan, siz özlərinə ki, məsələn, özlərini görsədilər, Kəmal mahnıya qulaq asmıram, bəlkə də ona görə eləyirlər. Bəlkə də. İstə ürəkləri gedir. Bəlkə də. Bəlkə də görəsincə oynayırlar. Bəlkə də sözlərini görsədilər. Onlar bilər qulaq asmıram, amma istənsə ürəkləri gedir kanka. Evdə gizlincə qoşulur. Qoşub elə düşünürəm, nə bilim valla. Reallığı boyuna almağı qorxurlarmı, çəkinirlər. Ola bilər. Sizcə, yəni hər bir insan öz fikrini bildirməyə azaddır. Əlbəttə ki. Bunlar bildirmir, nə bilim, bilməm nədən çəkinir. Kompleks insanlar. Yəqin ki. Sizcə qalmaqalları yaradanlar prodüserlərdir şou biznesdə, yoxsa məşhurlar özləri? Özləri. Özləri. Ola bilsin prodüser də öylədir, çıx efirdə belə deyil, elə danış. Belə desən daha da gündəm olarsa, ola bilsin. Amma əksər dəqiqə müğənnilərin əksəriyyəti özləridir. Özləri eləyir. Falan kəsə söz atacağam, все hazırdır, gün patlayacaq. Falan kəsə söz atacağam, o da dayanmayacaq, mən cavabımı verəcək. Ancaq mən şükür Allaha, həqiqətən də mən çox xoşbəxt müğənnilərdən biriyəm və az müğənnilərdən biriyəm ki, qalmaqalsız öz mahnılarımla gəlmişəm, öz mahnılarımla sevinmişəm. Amma təəssüflər olsun ki, son zamanlar qadınlar var, xanım müğənnilər, özlərini elə günə qoyurlar, efirdə bir-birini aşağılayırlar, alçaldırlar. Lazım deyil elə şey, valla ayıbdır, valla biabırçılıqdır, sənət göstərin. Eyb yox, bayağı mahnı olsun. Eyb yox, nə bacarırsan onu göstər. Amma dilən mən bacardığım budur. Sən bacardığını göstərsən, deyir, hərən özünə, öz sənətinə görə, öz yükünə görə şey var, kütləsi var. Yoxsa sən çıxırsan, dalaşırsan, orada yazırlar, düz deyil, pisdə də yazırlar, yaxşıya da yazırlar. Amma fakt sən orada dalaşırsan, ağzına pis-pis sözlər çıxardırsan, ona uyğun da tamaşa sənə pis şeylər yazır. Onu, məsəl üçün, gənc nəsil baxır, cavanlar baxır, oxuyur. Təzə gələn, mən
sənət adamlarından, sənətə gələn müğənnilərdən danışıram, xanımlardan, bəylər. Baxır, görür, bunlardan nümunə götürürlər. Nümunə götürürlər. Ki, Yeni bunlar nəsil dalaş gənclər. populyar oldu. Əşliyimi geyim, filan qədər pul verim mahnıya, filan qədər aranjmana verim, filan qədər klipə verim. Əşi geyim 2 nəfərə söz atacağam, mən də populyar olacağam. Всё. Uje nə sənət var, nə bir şey var, ancaq ona buna. Sabah da toya gedəndə deyər baxır toy əsas sifətinə. Elədir də. Biri gəldi ki, filan mahnı. O nədir? O hansı mahnıdır? Bunlar radiyacı. Bilmirəm. Adamı deyirlər hoş gəlmirsən. Baxın, yəni belə şeylər var. Ona görə də ki, mən hər nə çalışıram ki, baxın, ayda 2 dənə klip təqdim edirəm. Ayda 2 dənə. Yəni bir dənə də klip hal-hazırda aranjman qiyməti qaldırıb. Mahnı satanlar o qiymətinə satır mahnını. Bilmirəm qızıl satır, bunu satır. İndi belədir. Hə, məcburuq, nə ayrıq sənətimizdir. Klipi çəkən ot qiymətinə çəkir. İşıq gətirirəm, nə bilim, nəyim gedir. Deyirəm, yaxşı. Gəlir bir dənə klip, bir dənə, olar məbləğ açıqlamaq. Olar, buyurun. Yəni bir dənə klip, normal bir dənə klip bizə 4000-ə, 5000-ə başa. Hələ sıradan bir. Çünki aranjman 1500-dən aşağı eləmirlər. Gəlir bir dənə klip, mən ayda 2 dənə klipə 9000, 8000, 10.000. Həqiqətən də baxır klipə. Bəli, baxır klipə, normal bir klip. Keyfiyyətli yəni iş görürəm. Yəni bunu eləyirəm mən. Pis yaxşı mən göstərirəm. Efirdə canlı da oxuyuram, muğamda oxumuşam, bəstəkar da oxumuşam, dəfələrdən oxumuşam. Yəni bu məndə var. Bu məndə var. Mən niyə görə geyim qalmaqal eləyim? Mən sənətinizlə söz atanlara heç vaxt cavab vermirəm. Heç vaxt cavab vermirəm. Bir neçə xanım müğənnilər var. Mənə söz atdılar. Neçədən kliplər ərsəyə çıxartdılar, neynədilər, sevilmədi. Hər mahnı sevilə bilməz. Məndə də 5-10 mahnıdan biri sevilir. 5-10 mahnıdan biri sevilir. Mən Çini çaydandan sonra nə qədər mahnı buraxdım, ondan sonra həyata edim, mahnım sevildi. Yəni bu belədir. Yəni elə gənclər də var ki, bir-iki də mahnı buraxır, tutmur, həvəsdən düşür. Oturur. Gedir söz atır. Söz atmaq yaxşıdır. Elə deyil. Yəni buradan mən yeni gələn nəslə, istəyir xanım olsun, istəyir bəy olsun, sənətə gələndə kiməsə söz atıb gəlməyin. Sonra sabah toyda gedirsiniz, çətin vəziyyətə düşürsünüz. Həqiqətən toy əsir marağa. Gəl bir dənə filan mahnı, adi bir dənə mahnı istəyəcək sənə. Gülüm, gülüm, gülüm. Ya Çini çaydan. Sən onu oxuya bilməyəcəksən. Düzdür. Ona görə də ki, öyrənmək lazımdır. Kiməsə söz atmaq yaxşı şey deyil. Buradan səslənirik. Kəmalə xanım, buradan gənc ifaçılara verilişimiz vasitəsilə nə demək istəyirsiniz? Elə bax, o dediklərinizi dedim. Zaten dedim, yenə də deyirəm o gənc gələn nəslə. Yəni söz ataraq, kimisə aşağılayım, alçaldım, yəni elə gəlmək lazım deyil sənətə. İnanın səmiyyətimə. Yenə də deyirəm, toy sizi çağıranda demirik, mənim qonaqlarıma söz at, o şey olsun, mənim toyum maraqlı keçsin. Düz deyirəm. Fakt danışam. Toy sən efirdə baxır görüm nə oxuyur. Bəyənir deyib, bəlkə hələ bunu gətirin. Arvad, bəlkə bunu gətirin. İndi arvadlar maşallah. Kişi gətir, olar. Girir Instagramda baxır, TikTokda baxır, görür bunun normal özünə məxsus çıxışları var, mahnıları var, kəlmələri var. Toy sahibinə bu lazımdır. Şəxsən mən çıxıb efirdə bir-birinə söz atan müğənni toyuma gətirmərəm. Hansı müğənni toyuma gətirərəm? Lazım deyil, elə partlatsın, aləm dağılır, gündəm dağılır, lazım deyil. Baxaram ki, özü üçün oxuyur, bütcəmə uyğundur, dəvət eləyərəm. Düzdürmü? Amma toy efirə baxanda demirik, bunlar bir-birini qırdı, gəl bunları çağıraq toya. Elə müğənnilər toyu da yoxdur, inanın səmiyyətimə. Elə mahnılar, nə toyu var, nə bayramı var, nə açılışlarda olurlar. Amma Kəmalə Günəşli bugünkü gündə, yəni yalan deyil. Allaha şükür sosiallarda da paylaşırlar. Hər yerdə də paylaşırlar. Bu dəqiqə açılışdan çıxıb gəlirəm. İndi birazdan TikTokda paylaşacaqlar. Yəni bu geyimdə görsəz, yəni yalan yoxdur məndə. Düzünü deyirəm. Açılışdan gəlirəm. Axşam şovlarım var. Toyun bayramı var, gedəcəm. Bilirsiniz niyə? Maşallah gömrünüz çox olsun. Bilirsiniz niyə? Çünki mən heç bir efirdə həqiqətən dalaşmıram. Necə ola bilər? Kimsə efirdə həddindən artıq məni aşağılayarsa, cavabımı verərəm. O başqa şeydir. Cavabını verərəm, aşağılamadan, təhqir eləmədən. Deyərəm ki, xanım, siz səhvsiz. Bu şey belədir, xeyr, nə danışırsınız? Müzakirə eləyə bilərəm. Müzakirələr gedə bilər. Ancaq ki,
təhqiramiz sözlər heç vaxt işlətmərəm. Heç vaxt işlətməmişəm də. Fikir bildirmişəm. Filan müğənnini bəyənmirəm mən. Bəyənmirəm. Məcburdum. Yəni də hər kəsin azad fikri var. Yoxsa durum deyim, filan kesin gözü qaşı əyridir. Olmaz. Elə şey düzgün deyil. Sən sənəti haqqında fikir bildirə bilərsən. O açıq fikir bildirə bilərsən. Ancaq sonra şəxsiyyətinə toxuna Təbii ki, bilmirsən. olmaz. Mənəviyyətinə toxuna bilmərsən. Qaşı əyridir, gözü əyridir, burası belədir. Sənətinə Onu Allah baxmaq elə lazım. yaradır. Düzgün yanaşma deyil. Bəli, onu Allah elə yaradır. Filan kes burnun getdi, əcəb elədir. Əgər onun burnu əyridirsə, onda Eləsin. Allah heç varsa, Niyə də eləməsin? eləsin. Mən də Niyə də razıyam o sizinlə. əgər o burnunu düzəldir, gözəl görsənəcəksə, niyə də Elə eləməsin? xoşbəxtsən, niyə də eləməsin? Bəli. Mən yenə də deyirəm, deyirlər, bax Kəmalə Güləşli, oy Allah, nə qədər əməliyyatlara girdim. Mən boynuma alıram. Mən kompleksim var idi. Mən səhnə adamıyam. Səhnə gözəlliyi sevir, Düzdür, incəliyi qatılıram. sevilir, pozitivliyi sevilir. Əgər mənim burnumda biraz nüans var idisə, bəli, mən getdim, Eləmək aradan lazımdır. qaldırdım. Ki, Qaldırdım, özgüvən- gördüm yaraşır. Gözələm. Üzr istəyirəm, çox üzr istəyirəm. Həyat yoldaşıma da gözəl görsənirəm. Bir də var. Gözəl ola geyim Daha Piskilə da qoyun. betər hala salmaq. Hə, deyirlər dodağın həddindən artıq çox böyükdür. Deyirəm mənim dodağım ümumiyyətlə Deməzdiniz. yox idi də. İndi keçdim biraz şeylərə. Yəni demək istəyirəm ki, çox söz atıblar ki, əşi o nə deyir, başdan ayağa əməliyyatlardadır, bütün gün ordadır, burdadır. İndi məni hardasa olar. Mənə Siz harda səhnə olsalar, insansınız. mən yenə deyirəm, səhnə adamıyam. Məsələn, bax gündəlik xanım var da, məsələn, ev xanımları da var. Görürəm ki, kompleks var. Ayda deyib burnum yoldaşım icazə vermir. Yoldaşım icazə versəydi burnumu gedib görürəm ki, ev xanımı belə olsa, o da baxım istəyir. Təbii O ki, da sizi xanımlar gözəl. hamısı baxımlı Yəni olmalıdır. burada siz elə şeylərə pis baxırlar, ədəbsizlik kimi baxırlar, tərbiyəsiz kimi baxırlar. Tərbiyəsizlik o deyil, tərbiyəsiz o deyil, ağzından çıxan kəlmə. Qarşındakı insanı aşağılayırsan, təhqir, tərbiyəsizlik odur. Mən gedirəm burnumu kəsirəm, nə ayırıram, o Heç mənim öz kəsi. bədənimdir, özüm bilirəm. Allah qarşısında mən cavab verəcəm. Ümumiyyətlə cəmiyyət olaraq biraz bu fikri dəyişmək Bəli. lazımdır. Yəni hər Bəli. kəsin İnkişaf azad etməlidir bədənidir, Bəli. özü bilər nə edir. Allaha Yəni, mən bilər. cavab verəcəm. Siz Bəli, mənim hə. yerimə cavab hərə özünə görə Cavabdehdir. bəli, cavabdehdir. Ancaq ağzından çıxan kəlmə var ha. Ona sən özün cavab verirsən, gəl qırırsan. Gəl qırırsan. Sən kimisə qəlbini qırırsansa, ona Allah yox, sən Sən cavab cavab verirsən. verəcəksən. Yəni bu belədir. Ona görə də ki, kiməsə nəsə söz deyəndə, nəyisə eləyəndə bir-birimizin xətrinə deyməyək. Valla 5 günlük dünyadır. Mehriban olmaq lazımdır. Əgər kimisə nəsə bir nüansı varsa, nəsə demək istərsə, təklikdə deyə bilərsən. Təklikdə deyilən ki, onu da elə demək lazımdır ki, valla qəlb yenə deyirəm, qırmaq yaxşı şey deyil. Mən boyda qadınam, 2 uşaq anasıyam. Allah sizi xoşbəxt eləsin. Amin. Evladınız Sizə. olan varsa evladınızı saxlasın. Allah Yoxsa Allah sizə gözəl bir toy qismət eləsin. Allah Mən razı özüm olsun. mən boyda qadınam. Mənə cüzü özümdən yaşlı bir kiçik. Aha. Biri bir söz deyəndə mən oturub ağlayıram. Hətta Qəlbimə toxunur. Hə. Ki olmaz da belə danışmaq. Ümumiyyətlə qəlb qırmaq yaxşı şey Yaxşı deyil. şey Yəni deyil. elə Ona tənqid görə. eləmək olar, amma müəyyən Tənqid başqa çərçivədə şeydir, tənqid başqa şeydir. Yəni Bəli. təhqirə keçməməlidir heç bir Olmaz. yorum, heç bir cavab. Bəli. Bir gün sənəti buraxsanız bunun səbəbi nə ola bilər? maraqlı sualdır. Maraqlı sualdır həqiqətən də. Düşünməmişəm bu günə qədər ki, elə bir şey olsun. Ailəmdə də hər kəs mənim sənətimi qəbul eləyir, yoldaşım, uşaqlarım. Yəni bilirsiniz, belə pis çıxmasın, hər ailədə bir dənə lider var. Bizim ailədə də lider mənəm. Təcrübələnmədik. Hə, ailədə də lider olduğuna görə mən istəyir qohumlarda, istəyir ailədə hər kəs məni qəbul eləyiblər. Düz öncə mən populyar olan dövrlərdə biraz Nigulia trendində, biraz müəyyən görünüşümdə, müəyyən danışıqlarımda, müəyyən hətta səhnə hərəkətlərimdə, oynamağımda biraz evdə müzakirələr olundu. O da valideynlərim tərəfdən yox, yoldaşım tərəfdən, biraz oğlum tərəfdən. Mən də biraz başa saldım. İndi necə danışdıq, indi ailə söhbətidir də. Danışdım, bu belədir, o elədir. Yəni sağ olsunlar ki, mənə başa düşdülər ki, yəni mən səhnədə beləyəm.
Yəni özləri də bilirlər ki, mən gündəlik həyatda belə deyirəm. Çox şükür Allaha, uşaqlarımın tərbiyəsində hər kəs danışır. Oğlum da yaxın günlərdə efirdə oldu. Yəni özünə görə tərbiyəsi, qızımın, oğlumun, mənim də oğlum hər kəs kimi, hər kəsin evladı kimi getdi, öz vəzifəsini yerinə yetirdi, əskərliyini çəkdi, gəldi sağ-salamat. Yəni məni qəbul eləyiblər. Yəni mən düşünmürəm ki, bu sənətdən ancaq onda uzaqlaşa bilərəm. Allah uzaq eləsin, Allah uzaq eləsin. Səsimə nəsə olar. Yəni səsimə nəsə olar. İraq olsun, insanıq da. Yatırıq, dururuq, hadisələrlə üzləşirik. Heç kim sığortalmır. Yalnız elə ola bilər, nəsə səsim batar, ya səsimə nəsə olar. Ya onlar Allahdır, nəsə sabah elə bir devran elə dəyişər ki, sənətdən uzaqlaşaram. Yəni Allahın işi ilə ola bilər. Amma özümə qalsa düşünmürəm uzaqlaşım sənətdən. Yəni o yaşda da deyiləm ki, sabah mən ailə quranda yoldaşım desin ki, yox, sən uzaqlaşacaqsın. Hə, yəni mən ailə quranda da mən belə görüblər, səhnədə görüblər. Bəyəniblər Heç vaxt eyni efirə çıxmaram dediyiniz məşhur var? Eyni səhnəyə, eyni efirə. Var. Məşhur var. Məşhur var. Mən demişəm axı biz At çəkməyəcəm. Yox. Var. Yəni onu deyim ki, var. Elə bir məşhur var. İstəmirəm onunla efirə çıxmaq. Düzdür, qabaqlar olmuşuq, efirdə düşmüşük, amma mənim haqqımda bir neçə fikri bildirəndən sonra istəməmişəm onunla efirə çıxmaq. Əlvər soruşmurdu, müğənnilərimiz kimdir, qonaqlar kimdir. İndi mənə söz atanlardan sonra, mənə ilişənlərdən sonra soruşuram ki, filan qonaq yoxdur. Deyir, yox, deyirəm, bilirsən də, mənim ona aram yoxdur, ona qarşılaşmaq istəmirəm. Amma toyda məcburam. Toy elə bir şeydir ki, toy yəsə onu da görər, məni də qoyar. Bəzən müğənnilər var, axı, Kəmalə Günəşli oradadısa mən o toya gəlmirəm, toy əslində şərt qoyur. Amma mən demirəm. Mən heç vaxt toy əslində demirəm ki, filan müğənni oradadısa mən gəlmirəm o toya. Efirə deyə bilərəm. Efir elədir ki, gəlmirəm, qardaş, sağ ol. Mən ayrı vaxt başqa müğənni ilə çağırarsan. Amma toya deyə bilmərəm, axı, o görək qazanır. O işi onunla, mən o deyə bilməm. Bəzən mənə deyirlər, bir sən kim buradadır? Deyirəm, kim? Filan kes, nəsə problem yoxdur, sən onu efirdə biraz... Deyirəm, ay yox, barışmış qəşə qaydasında, yalandan. Durum deyim ki, yox, xaxın çörəyini. Bəlkə mən elə desəm, toyəsi mənə görə ona deyəcək, gəlmə. Mən Kəmalə istəyirəm, gəlmə. Yəni, belə şeylər, amma onu neçə müəllilər edir. İncə filan kes oradadırsa, mən gəlmirəm. Düşüncə. Bəs nə? Düşüncə, belə şükür Allaha. Nə olsun, mən səhnədə oxuyuram, müğənniyəm. Mən elə tərbiyə almışam ki, mən müğənniyəm, o demək deyil, mənim tərbiyəm yoxdur. Belə üzr istəyirəm, hər sahədə özünü tanıyan var, özünü tanımayan var. Hər sahədə var, istəyir müğənni olsun, istəyir bank işçisi olsun, istəyir nə bilim kim olur olsun. Yəni insanlıq sənətə baxmır. Mən əgər müğənniyəmsə, mən insanlıqdan xəbərim yoxdur. Aflankes müğənni deyil, insan adamdır, elə bir şey yoxdur, qətiyyən. Yəni insanlıq sahəyə sənətə baxmır. Düzdür. İstəyir deputat olsun, istəyir kim olur olsun. Yəni insanlıq həmişə insanlıqdır. Yəni peşəyə baxmır. Mən belə düşünürəm qızlar. Məncə çox haqlı düşünürsünüz, elə olmalıdır. Əsas odur ki, vicdanınız, insanlığınız yerində olsun hər peşədə. Əsas məsələ, bəli. Yəni əsas vicdanımız rahat olmalıdır hər yerdə. yerdə. Mütləq şəkildə o yerində olmalıdır. Bəli. Kəmal xanım, sizə maraqlı bir sual verəcəm. Seda Sayanla duet olacaqmı? Hələ də biz onlara ulaşa bilmirik. Yalan nə danışım. Ancaq yenə deyirəm, ekiblə biz bu üzərində çox çalışırıq. Nəsə bizə dönüş eləmirlər. İnşallah gözləyirik. Qismət Allahda, görək də bizə dönüş eləmir. Əslində mən daha çox yuxarıda bir müğənni istəyirdim, amma yalan nə danışıb qonorar söhbəti var. Çünki yəni təbii ki, onlar bizdən qonorar tələb edəcəklər. Ancaq bilmirik nə qədər bilmirəm Seda Sayan bizə nə qədər qonorar tələb eləyər. Çünki bilirsiniz ki, Vəfa xanımla Yıldız Tilbə duet olacaq. Baş tutacaq. Deyəsən Yıldız xanım davro verib, belə deyək, razılaşıblar. Deyəsən bunların dueti baş tutacaq. Ancaq mən elə bəkləmədəyəm. İnşallah. Bizi gözləyirik. Allah hamı gözləyir. Mən Yıldız Tilbənin özüm parodiyasını eləmişəm zamanında. Onun sesi kimi oxumuşam. Vaxtında onu çox sevirdim. Ona görə çünki o öz mahnılarını özü yazır.
Yıldız gözəl, Tilbə çox maraqlı. xoşum gəlir. Mən də istəyirəm onunla nə vaxtsa da İnşallah. inşallah. Görək indi Vəfaya qismət olur. İnşallah mənə də qismət olar. Prosta da Vəfa xanım Yıldız Tilbə da şey elədiyinə görə mən gözləyirəm. Hələ ki İnşallah. Seda Sayan Siz də şeyləmişəm. sənatçı nə Amma inşallah Yıldız Tilbəni də istəyirəm. Niyə də olmasın? Niyə də Onsuz Vəfa olmasın, xanım hamısı olur. ilə olsun. Mən də Bütün dinləyərəm. məşhurlardan olsun. Mən də denəyərəm çünki Yıldız Tilbə öz mahnılarını özü yazır. O özü pul verib almır, özü yazır musiqisində, sözlərində. İstəyirəm ki, bir dənə bizim üçün duet yazsın biz onunla. Allah, olar. Vəfa xanımdan sonra görək Allah da onların xeyrini versin. Amin. Nə elə ki İnşallah görəsən görsün, haçan çıxır. Bəyənmir. Başları qarışıqdır, deyir bizdə konsertdə onlar, konsertdə hazırlaşırlar. hazırlaşırlar. Ona İnşallah görə bizə tezliklə dönüş cavab alarız. eləmirlər. Görək İnşallah. inşallah. Gözləyirik. Gözləyirik. Səbirsizliklə. Bekləmədəyim, görək. Seda xanım, məni üzmür. Buradan səslənirik əgər bizi görsəz. Çox bəkləyirik, biz sizi çox sevirik. Bəli. Siz gözəl xanımsınız, gözəl müəllimsiniz. Mən öz dilimizdə deyirəm. Başa düşürlər. Biz düşürlər. bir millət ki, dövlətiyiz. Başa düşürlər. Bəli. İnşallah verilişimiz qabaqlarına çıxar. Buradan səslənmiş olarıq. Görək də inşallah. YouTube-da iş elə partlasın. İnşallah. Düz inşallah. Seda Sayan bax belə açan kimi sən Görsün orada. Çünki İmенно bu hissəni paylaşacağıq. İnşallah görək qismət Allahdan. Sizə ilk dəstək olan hansı məşhur olub? Məşhurlardan mənə heç kəs dəstək olmur. Bilirsiniz necədir? Mən çox məşhurlarla işləmişəm. Əlikiram müəllim Bayramov işləmişəm. Allah rəhmət eləsin, Baloğlan müəllim Əşrəfovla işləmişəm. Elnarə xanımı çox öpürəm. Elnarə xanım Abdullayeva. Düşünürəm ki, hər birimiz sevirik sənətini, özünü. Hə, çox hörmətimiz var. Yəni o xanımla mən işləmişəm. Bəylərdən Talib Tali ilə çalışmışıq. Bəli. Ondan sonra yenə də kim idi? Yəni Qurtla bizim o duetlərimiz olub. Xəlilovla bizim duet. Yəni çox sənətkarlarla səhnəmiz olub, duetlərimiz olub. Nə xoş mənə. Ancaq bu o anlamına gəlmir. Onlar mənə dəstək olublar. Yəni mənim mən tanınandan sonra mən məsəl üçün Elnar Xəlilovdur, Qurtdur, məsəl üçün təklif eliblər ki, gəlin bərabər oxuyaq. Mənim də kütləm var, sizin də kütləniz var. Kütlə qoy bir-birinə qarşısın, daha da böyüsün kütləmiz. Demişəm, niyə də olmasın. Yəni Qurtdur, Elnar bəydir, yəni hörmətim var, indi dostluğum var hər ikisi ilə. Əlikiram müəllim, mən toy necə deyim, oxumağı, toy aparmağı Əlikiram müəllimdən çox şeylər götürmüşəm. Çox şeylər, elə Elnarə xanımın özündən. Yəni demək istəyirəm ki, o dəstək deyil. O sadəcə getmişəm, toyda oxumuşam, əziyyət çəkmişəm, qarşılığında qamararını almışam, pulumu almışam. O başqa şeydir. Ancaq bir də var ki, baxın, nümunə götürəm. Akşın bəylə Səmami xanımla nümunə götürürəm onlardan. Üstü Səmami xanımı sıfırdan Akşın müəllim qaldırdı. Yəni gəlin haqqında danışaq. Elə Nəfəs xanımın özü də Akşın bəylə duet oxudular, çox sevildi. Mən özüm də sevdim, öyrəndim, toylarda oxudum. Yəni dəstək olmaq budur. Sevindirmək budur. Yəni bunu Akşın bacarıb. Görürsüz iki xanımı həqiqətən də gündəm edir. Bəli, Nəfəsi, Səmavini. Belə sonra müəyyən bir Vəfa xanımla, Şəbnəm xanımla onlar duet oxudular, o heç. Yəni tanıtmaq budur. Ancaq yəni toy var, yaz gələrsən, getdim o başqa şeydir. Ancaq mən özüm öz gücümə, sponsorsuz, həcisiz, gücümə. Heç mama papa da belə gəldi. Günümüzün gündəmi. Öz gücümə gəlmişəm. Yəni bildiyimizə görə hamınız bilirsiniz, sosiallarla gəlmişəm. TikTokdan tanımışam. Tamara mahnısı ilk dəfə TikTokda gündəmə düşüb və elə gəldim oldum Kəmal Günəşli. Nə gözəl. Allah. Əsas odur ki, bacarmısınız. Bacarmışam. Çünki belə deyək də, çünki bu bacarığın arxasında əziyyət var. Təbii ki, əziyyət var, zillət var, yuxusuz gecələr var, stres var, əsəb var. Bir yerə gəlmək istəyirsə müəyyən bədəllər ödəməli oluruq. Vaxtımızdır, enerjimizdir. Mahnı çıxartmışam ki, mən bu mahnını oxuyacağam. Həmkarıma deyirəm. Az o nə mahnı çıxartmısan? İnanmıram. İnanmıram. O bir əsəb, bir stres, bir əsəb.
Qayıdıb nə deyəsən elədim, bunu dalaşıb oynam ki, sən məni öş elədin. Subyektiv fikrini bildirdi, hə, duram yaxşı, Allah bilməyən olsun. Ancaq əgər sən bilirsənsə, o mahnı tutmayacaq. Yenə də o sözü demək olmaz. Adamı tutan sal. Bəlkə sən o sözündən sonra o mahnını sən eləyərəm. Ataram qırağı, buraxmaram ərsiyə. Bəlkə də yaxşı olacaqdı. Mən həvəsdən saldım. Bəlkə yaxşı olacaqdı, bəlkə Bəli, patlayacaqdı. olmaz. Əslində ki, Allah ola bilər. Hansıdır ki, burada dəyişiklik eləyər misal. Məsələn, işte bəlkə Kama bu yerini belə eləsən daha yaxşı olar. Öz fikrimi bildirirəm, amma Kama mahnı əladır. Qəşəng oxumusan. Bəlkə bunu belə eləsək, mən də deyərəm, hə niyə də olmasın? Niyə də olmasın? Ya da deyərəm, yox canım, mən belə istəyirəm. Qoy belə qalsın. Hə, lap yaxşı. Yoxsa nə bilim, belə qəribə mahnı deyir. Mənfi rəylər. Valla səni çox qanayacaqlar. Mahnı gəlib partlayıb. İndi əsas o da elə olur. Hə, mahnı gəlib partlayıb, həmən adam da o gedən gedir. Yoxdur. Bəs olur. Nə də mən üzünə vurmamışam, üzr istəyirəm ki, nə də üzünə vurmamışam ki, zəng gəlib. Əs gördün. Nə mahnı. Necə oldu Onu bəs? eləməmişəm. O yenə də şey eləməmişəm. Allah insanlar eləyir də. Hə. Olsa zaten mahnı partlayanda gördü ki, mahnı partlayır. Hə də, görür onsuz onu. Düzdür. Mən də elə buradan belə edirəm efir vasitəsilə. Mənim Çiniçayda mahnımı sevənlər çox sağ olsun. Yəni mahnı partlayıb çox güman ki, sən də sevirsən. Toyda səndən müğənni xanım, toyda səndən istəyirlər. Oxumusan da canlı. Bilirik. Bəzi aparıcılarla qalmaqallarınız olur, görürük. Sizcə həmin aparıcıların təhsilləri varmı, yoxsa sadəcə sponsorları var deyə orada otururlar? Yəni nə fikir bildirərsiniz bu barədə? Mən tanıdığım bir neçə aparıcı var. Hansı ki, hal-hazırda həqiqətən də məşhurdular. Gündəmdədirlər. Yəni bir neçə müğənnilər də həqiqətən özüm bildiyim müğənnilər var ki, onların efirindən tanınmışam. Tanınıb, yəni gərək reallığı, faktı danışım. Eləsi var ki, hansı ki, hal-hazırda oynan mən. Elə çox dəhşətli dərəcəsində qalmaqalımız olmuyor. Biraz incilik olub o vaxt ki, söhbətə görə. Bilmirəm. Ad çəkməyim. Necə istəyirsən, necə uyğundursa. Olsa o adı çəksəm də o mənə zəng eləməz. Belə ürəkli duyuram. Yox, zarafat eləmiyor, ürəklidir, zəng eləyər sözünü deyər, cavabını da alar. Zahir Nəboğludur. Zahir Nəboğludur. Hə, o ilə bizim heç nəyə üstündə. Biz 2 dəfə mən oynan inciliyim olub. Bir dəfə Çiniçayda məsələsinə görə. Bir dəfə də o Civa məsələsinə görə. O vaxt bizim o ad söhbətinə ki, mən gələcəkdə istəyirəm da filan olun, 5 məkan olun. Biraz o temalara görə mən Zarından biraz inciliyim olmuşdu. Yüngül. Yəni demirəm, mən harda görsək bir-birimizi, düz ondan sonra məclislərlə qarşılaşmamışdıq. Amma yəni harda görsəm, salam Zar necəsən, beləsən. Yəni deyim ki, aşağı dərəcəsən də biz onunla düşmanıq, qalmıyıq. Elə deyil. Yəni olur da insanıq, qəlbimizə dəyir nələrsə. Hə, yəni bir dənə Zardır, amma o məncə yaxşıdır. Mən deməzdim savadsız aparıcıdır. Mən elə düşünmürəm. Mən öz fikrimi bildirirəm. Mən düşünmürəm o savadsız aparıcıdır. Əsla. Toliklə də bizim olmuşdu. Tolik mənə qadağalar qoymuşdu, efir qadağası qoymuşdu. O da Toliklə bizim aramızda efir arxasında. Efir arxasında biraz sözləşməmiş olmuşdu. Biraz bir-birimizin qəlbinə dəymişdi. O barəsində olmuşdu. Dedirdilər ki, Aygün xanım Kazımova şeydir, amma həqiqətən Aygün xanım eləməmişdi. Mən sifdə elə bilirdim. Sonra Tolik mənə dedi ki, yox da, başqa məsələ var burada. Həqiqətən də başqa məsələ idi. Sonra elə oldu ki, Tolik yumuşaq adamdır. Özü mənə, özü yox, daha doğrusu prodüserine zəng elədi ki, Kəmalə xanıma efir salın. Filan vaxtda efirdə olsun. Mən onu savaddım. Biz onu prodüser kimi tanımışıq, təşkilatçı kimi, prodüser kimi. Ancaq da hal-hazırda heç bir müğənnini işləmir. Sırf aparıcılıq eləyir. Düşünürəm ki, gözəl aparıcılığı var. Bilmirəm, savad alıb almayıb, onu yalan deyərəm. Ancaq mənim üçün danışıqları, müəyyən çıxışları var ki, yaxşı aparıcıdır. Zahir Nəboğludur, sonra Tolikdir, yaxşı aparıcılardır. Mən deməzdim pisdir, yox, adamın Allah var. Yaxşı aparıcılardır. Məlikə savadları da var. Elədir. Mənə görə.
İndi yəni bilmirəm o suluqdur, ya məktəb bitiriblər, nədirsə bilmirəm. Ancaq belə mən nəsə savadlı görürəm. Çünki onların verdiyi suallar, danışıqları, bəzən hətta telefonda müəyyən bir şeylər var ki, Toliklə danışmışam, görürəm ki, düz deyir. Deyir, kama bas, həm onu efirdə belə düdün. Ha, belə ola bilər, ha, ehtiyatlı ol. Görürəm ki, gəlib olub da. Ha, yəni bilirlər, işlərini bilirlər. Belə deyək. Buyur. Kəmalə xanım, sizcə sosial media siz daha çox müğənni kimi, yoxsa mağazin mövzusu kimi görür? Yox, müğənni kimi görürlər. Çünki mahnılarını sevilir axı. Düzdür. Mahnılarım sevilir. Desəydim ki, heç bir mahnım sevilmir. Heç bir mahnımı tanımırsınız. Ancaq mağazindən tanıyırıq. Qalma görə, nəsə kəlmələrinə görə, hə. Onda o sözdən razı olardım. Ancaq mən bugünkü günə şükür Allaha mahnılarım sevilir. Düzdür. Milyonlar baxışlar, tanınır. Hər şey göz önündə. Bəli. Və mən hansı məclisə gedirəmsə, filan mahnını oxuyarsınız. Filan mahnı nə vaxt olacaq? O mahnını üçün ölürəm. Hə, yəni görürəm Ki, mahnı ilə sevilir. Bəli, elə. Bəsin uğurunuz. Kəmalə xanım, ömür tablonuzun ən gözəl boyası kimdir və ya nədir? Ömür tablonuzun ən gözəl boyası. Mənə yaradan Allah ola bilər, mənə heç başqa nə ola bilər ki? Yəni, kim, nə deyim? Mənim üçün Allahdır. Mən həqiqətən də elə bir insanam ki, hər birimiz elə düşünürəm ki, mən Allahla oturub duran adamam. Adi maşına oturdum, deyirəm, ya Allah. Çörək yeyəndə deyirəm, ya Allah. Mənim üçün Allahdır, düzdür. Mənim ailəm də müqəddəsdir, mən ailəm də çox sevirəm. Ancaq heç kim məndən inciməsin, mənim üçün bir dənə Allahdır. Çünki Allaha çox inanıram. Allaha çox inanıram və bu uğurlarımda, yəni əziyyətimin qarşılığını verməkində, yəni ürəyimə görə verməyində mənim üçün Allahdır. Yəni mən başqa heç kimin adını deyə bilmərəm mən. Kəmalə xanım, gördüyümüz kimi sizin səsiniz, mahnılarınız, klipləriniz çox gözəldir. Bəs bizi gələcəkdə sevindirə bilərsinizmi pop mahnılarla? Pop mahnılar. Bilirsiniz necədir? Mən ən çox düzdür, sənətə də önəm verirəm, üstünlük verirəm. Ancaq çalışıram ki, xalq kütlə məni hansı mahnılarla sevirsə, hansı mahnım daha çox partlayır, hansı mahnım daha çox reytinqə düşür, kütlə yığır, baxış yığır, çalışıram o şeylə də davam edeyim. Tələbə uyğun. Çünki mən tələbata görə hərəkət edirik. Mənə cəmaatın alqışı lazımdır, bəyənməsi lazımdır və əgər mən o mahnılara görə toya gedirəmsə, o mahnılara görə mən çörək qazanıramsa, o mahnılarla ailəmi saxlayıramsa, mən düşünmürəm hələ janrımı dəyişim. Çünki düşünürəm, səhv addım eləyərəm. Sizi bu cür sevirlər deyə. deyə. Çünki mən bu mahnılarımla sevirlərsə, mən başqa bir janrda mahnılara getsəm, düşünürəm ki, kütləm azalar, toylarım azalar. Ümumiyyətlə, necə deyim, yəni Kəmalə Günəşli adını az eşidərəm. Hə, başa Belə düşünürəm. Yəni, belə izah elədim. Yəni, düşünürəm Məncə ki, yerində. ancaq hələ ki belə, Nə qədər ki, mənim kütləm, opşu danışmıram, cəmaat demirəm, imuna bu mahnıları sevir, yox. Mənim kütləm, məni bu mahnılarda sevirlərsə, elə bu mahnılarına hələ ki davam edəcəm. Demirəm, nə vaxtsa ola bilsin fikir dəyişər. Ola bilər, ancaq hələ ki risk eləmirəm. Çünki bu böyük bir risk. Özüm öz çörəyimə dəymiş olaram. Sevənlərimin hardasa biraz gözündən düşə bilərəm, ola bilsin. Yəni ona görə düşünmürəm. Amma nə vaxtsa sınaya bilərsiniz özünüzü bəlkə. Lap pik nöqtəyə çatsam, pik nöqtəyə artıq damğanı vurmuşam. Onda istədiyim janrı oxuya bilərəm. Çünki mən hər cürə sevəcəklər. Artıq mən Kəmalə Günəşliyəm, möhrümü vurmuşam, 5 dənədən biriyəm, məsəl üçün. Onda mən janrı dəyişə bilərəm. Ancaq mən durum indidən, mən hələ 5 dənədən biri deyiləm, pik nöqtədə deyiləm. Sevilirəm, gündəmdəyəm, amma pik nöqtə başqa bir şeydir. Pik nöqtədə kimdir? Aygün xanım. Yazımova. Pik nöqtədə Röya xanım Ayxandır. Var, bir çoxları pik nöqtədə var, ancaq mən ən belə, lap belə, ondan oyanası yoxdur. Var, yəni şeydən söhbət gedir də o. Sənət olaraq. Ay, sonra. Yəni, onlardan gözü oyanası yoxdur. Aygün Kazımov Röya nə oxusa sevilir.
Gəlin bunu boynumuza. Etiraf edirik. Nə oxusa sevilir. Aygün xanım Dursan muğam oxusa, hamı belə Aygün xanım. Aygün xanım pop oxusa, rock oxusa, caz oxusa, Bu həqiqətdir. nə oxusa Öz kütləsi var və Bəli, onları bəli, hər ona görə halı ilə haqlı. Aygün sevirlər. xanım da Hər kütlə birinə deyil. girə bilər. Yəni xalq. Aygün və Aygün Xalqdır. xanım da Xalq. xalqdır və xalqda müəyyən kütlə sevilir. Bəli. Belə deyil. Çox Kütləni az belə faiz, mən dəyərləndirdim ki, yəni xalq sevir, müəyyən kütlə sevir. Amma mənim kütlə sevir, xalq sevmir elə. Mən deyə bilmərəm mən xalq Haqlısınız. tərəfindən sevilirəm. Mənim kütlə sevir, Aygün xanımı xalq sevir, müəyyən kütlə sevmir. Mən Mən faiz müəyyən kütlə dərəcəsinə sevir. görə. Hələ ki xalq bəlkə də xalq da sevir mən. Ola bilər. Ancaq zamanla görərik də. İnşallah. Məncə ancaq kütləmi mən bilirəm. Mənim kütləm var. Həqiqətən də balaca Var, kütlə təbii deyil. ki, Mən konsertlərdə, görürük. proqramlarda zalı doldururamsa, mən O müəyyən böyük O bir sizin şey. uğurunuzdur. Bəli. Belə. İndi isə suallarımız bitdi. Aha. Oyunumuz olacaq. Eləmişəm və ya eləməmişəm. Əlinizdəki Nə kartlarla. Mən sizə suallar verəcəm. Siz də Eləyəcəyik. əlinizdəki kartlarla eləmişəm və ya eləməmişəm deyəcəksiniz. Aha. İndi başlayırıq. Biz oyuna başlamadan öncə kanala abunə olmağı, videonu bəyənməyi və dostlarınızla paylaşmağı unutmayın. Heç kiminsə telefonuna gizlicə baxmısınız? Necə? Kiminsə telefonuna gizlicə baxmısınız? Eləmişəm. Eləmişəm. Yalan nədir? Ancaq bilməyəcəm kimdir. Sonra Biz də evə demirik. gedərəm, Biz də demirik. Bilməyəcəm kimdir. Eləmişəm. Aha. Köhnə sevgilimi yenidən barışıb rəfiqəmdən gizləmişəm. Eləməmişəm. Eləməmişəm. Eləməmişik. Heç kəs eləmir. Eləməmişəm. Biz masumuz. Elə şey olmuşsunuz. Mən öyle şey yaptım. Eləməmişəm. Mən yaxın rəfiqəm mənim yanımdadır. Yəni ona görə eləməmişəm. Əsla eləməmişəm. Yemək bişirəcəm deyib mətbəxi bir-birinə qatmışam. Eləmişik. O qədər. Saysız hesabsız. Səliqəli iş görə bilməm, aləm deyil. Milyon dənə qab dolmuş. Bulaşır. Elə də maraq olur. Batdı dolur. Aha. Birisini sevməyib sonradan dost olmuşam. Eləmişəm. Olub. Eləməmişəm. Necə olub? Eləmə. Yaxın dost yoxsa Yaxın yoxsa Vapşe. İlk görüşdə xoşuma gəlməyib də. Tutaq ki, necə deyim, ön yarğı dilləri, türklər ön yarğılı yanaşıb, sonra tanıyandan sonra olub elə bir şey, olub. Məndə olub. Çünki mən biraz insanları gec tanıyıram. Məndə olub. Qətiyyən Məndə olmuyor. Bir də eləmişəm olaraq. eləməmişəm də. Eləməmişəm. Ya yapmayın. Mənəm elə. Aha. Aha. Mesajı oxuyub birlikdə cavab bilərək cavab verməmişəm. Eləmişəm. Eləmişəm. Mən də eləmişəm. Hamımız eləmişik. Hamımız eləmişik. Eləmişsən, ha. Normalda hamımızın elədiyi Necə? Məncə Yəni yalan bəyənmədin deyil. insan, sən elə insan hansı ki, sən Məncə üçün o yalan qədər deyil. də vacib deyil. Sonra cavab verə Oxumamışam. bilərsən. Siz nə eləmişəm? Görmüşəm, yazıb O götürüb da silmişəm. onun kimi bir şeydir də. O da odur da. Görmüsən də yazdığını. Yəni Eləmişəm elə də. etiraf edirəm. Görəmsə eləmişəm bu arada. Görmüşəm, silmişəm. O da eyni şeydir də, yəni. Görüb silmişəm. Amma görüm elə bir quş var da o. O adam bilir ki, sən onu görmüsən, silmisən, cavab verməmsən. Eyni şeyə gedir də. Yəni yum özünü. Ben yalan demişəm. Yalan üstün de demişəm. Görmüşəm ki, görməmişəm. Aşağıda düşürüyor mesajımız. O işte, amma eləmişəm. Əsas o da eləmiş. Mən çox hamıyım. Hə, o eləməyəm mən. Aha. Bürcünə görə kimisə həyatından çıxartmışam. Eləmişəm. Eləməmişəm. Eləməmişəm. Mən də eləməmişəm. Ümumiyyətlə mənə uyğun olmayan bürclər məni çəkmir. Ona görə yaxın gəlmirəm, yəni həmin adamlara. Mənim üçün bu çox önəmli bir şeydir. Ona görə də mən Maraqlıdır, necə eləyə bilirsiniz onu? Tutaq ki, gəldi mənə salam vermisiniz, mən əkslər bürcüyəm. Salam vermisiniz də day mənə. Nə edəcəksən? Yaxından çox tanıdıqca yaxın buraxmayacaq. Yaxın, sorry. Yaxından tanıdıqca məsələn görürsən ki, artıq xəstəlik heç uyğun gəlmirsə və əlavə olaraq da sən daha öncə belə bir bürcünə qarşılaşmısansa, o zaman bilirsən ki, sən uyğun insan deyil. Bürcünə görə, nə bilim, bilmirəm.
Birbaşa yox da. Hə, Yəni birbaşa- dedi ki, o da sağ ol. Hə, o sual odur da, bürcünü gördüm, sağ ol, eləmirəm elə. Amma bəzən bürclər də adamı aldadır. Aldadır, Bəzən elə bəzən olmur. olur. Çünki gərək onu girəsən belə, baxasan Araşdırasan. yüksələni nədir, nə bilim nəyin. Orası elədir, amma insanda xarakter deyilən bir şey var axı. Ay, eynən, Bürcün hə. onun heç bir adiyyəti yoxdur. Bürc olaraq hardasa 30-40%. hə, ancaq xarakter deyilən Məncə də. bir şey var. Təbii ki, Məncə o hər kəsdə bürclərə çox da yönəlmək lazım deyil. Mən elə düşünürəm. O sırada astroloqla işləyən bizlər. Addım atanda astroloqa yazır. Girəsən bunu necə eləyim? Aha. Sevmədiyiniz biri sizə gəlir deyəndə yalandan deyirsiniz ki, evdə deyiləm. Eləmişəm. Alıb. Eləmişəm. Mən də eləmişəm. Mən də eləmişəm. Yalan nə deyim? Eləməm. Benim Qonşum var idi bir dənə. Eləməm. Dəqiq. Evdə sən deyirəm yox. O mən də eləmişəm. Mən Xüsusən İstəmirdi. İstəmirdim ya, eləmişəm. Özdə eyni qədər dəfələrlə. O da bilirdi ki, mən istəmirəm. O bizə gəlir. Amma yenə gəlib Kamal xan. Gəlir, üzü var. Elə bir şans öksüzlük idi də. Gəlir, bilmirəm. Gəlir yenə də gəlir. Hə. Dəfələrlə elə eləmişəm, amma hər dəfə də eləmək olmurdu da. Arada məcbur idim ki, gəl. Hər dəfə demək olmur, evdə deyirəm. Gör maşın məhəllədədir. Evdəsən gəlim. Gördüm maşın. Bu belə eləyərək. Gördüm maşının evdədir. Gəl. Mən də qayıdım. Az yox, mən biraz özümü yaxşı hiss eləmirdim, taksi ilə gedirdim. Deyirəm, ya deyirsiniz ki, evdə deyiləm, maşın amma həyətdə. Hə, Mən eləmişəm. Maşın həyətdə olub, deyim, amma yox eləmişəm. Maşın həyətdə olub. Demişəm ki, amma evdə deyiləm, yox eləmişəm. Görsən ya aldanırsan bizi. Axı da olmur axı. Məsələn, nəsə istəyib demişəm ki, halım yoxdur, həmin ərəfədə xəstə olmuşam da, məcburiyyət qarşısında demişəm də. Sən eləməmişəm, eləmisən də. Bir dənə eləmişəm işte, bir dəfə eləmişəm. Bir dəfə olar. Bir dəfə eləmişəm. Çox eləməmişəm, bir dəfə eləmişəm. Kandırıyorsun. Eləmişəm, eləməmişəm, oyunumuz bitdi. Ümid edirəm ki, bəyəndiniz. Maraqlıydı məncə. Çox sağ olun. Həqiqətən Xanım, çox qəşəng suallar Maraqlıydı, idi. pozitiv keçdi. Biraz ruhum dincəldi, açıqlamaya yalan danışım, xoşum gəlir. İstirahət edirəm, xoşallanıram. Həqiqətən. Siz xoş söhbət olanda adamın ruhu belə yatır. Amma adam hissələyəndə ruh pisiz deyir. Hə, ucu dəli kimi olsun. Amma görürsünüz, məni hipnozatsız qızlar. Sağ ol. Gözəlliyinizlə, həqiqətən. Çox sağ olun. Gözəl suallarınızla belə olmalıdır. Bütün efirlər məncə belə keçsə daha gözəl olar. Sağ olun. Təşəkkürlər. Mən də sizə dərin təşəkkürümü bildirirəm. Sağ olun. Suallara keçməzdən öncə izləyicilərimdən bir xahişim olacaq. Bizə dəstək olmaq üçün şərhlərdə öz fikirlərinizi bildirməyi, bizə dəstək olmağı unutmayın. İndi isə keçək suallara. Hazırsınız? Hazırım. İlk sualla başlayıram. Başlayaq. Birinci sualımız: Kəmalə xanımın bürcü nədir? Təhlükəli bir bürc. Aha. Təhlükəli çox bir bürc. Elə bir bürcdənəm ki mən, elə bir bürc altında doğulmuşam ki mən. Heç vaxt, necə deyim, düşmənimə məğlub olmaram. Özümü sancıb öldürərəm. Öcə bildik. Düşmənə məğlub olmaram. O bir akrep kadını. Akrep kadını. O deyir, çıxılmaz vəziyyətdə qalanda, çıxılmaz vəziyyətdə qalanda əqrəb. Düşmənə məğlub olmur. O deyir, məni öldürüncə qoy özümü öldürüm. Amma onun əli ilə ölmür. Mən o bürcdənəm. Həyatda da beləsiz, yəni Mübarizə aparan. Bəli, həyatda da mübarizə aparıram. Özü güclü, sağlam mübarizə ya. Daha belə kiməsə ziyan vurum, kimisə sağlam mübarizə. Yəni bir məsəl çəkim necə mübarizə aparıram. Mən sənətimə gedirəm yenə də. Çünki mənim ömrümün yarısı sənətimdir də. Düzdür. Bax sənətimdə də mənə kimsə söz atırsa, mən ona mahnı ilə cavab verirəm. Sənətinizlə, brendimlə, gördüyüm işlərlə cavab verirəm. Bu sağlam rəqabət. Amma ona cavab versən, elə o səviyyədə olacam. Rəqabət də, yəni seçilməyəcəm. Mən də seçilməyim budur, sağlam rəqabət budur. Ona gördüyüm işlərlə cavab verirəm. Bu məşhur rəqsinizlə bağlı sual veriblər ki, o rəqs niyə var? Sual beləyə ünvanlayıblar ki, niyə elə rəqs edir? Niyə elə rəqs edir? Elə bir sual ünvanlanıb. Mənim 2 dənə rəqsim var, məşhur rəqsim. Biri ziba rəqsi deyirlər ona. Onu görmüşəm. Mən onu deyim, halallıq olsun, o zibadan uğramışam bu rəqsi. Ziba rəqsidir, birinci o eləyib.
O da çox sevilir bu O, arada. birinci Ziba gətirib. Hə. Zibada sevilib o rəqs. Sonra məndə də sevildi. Sizdə də sevilir, Məndə də bəli. sevildi. Amma bu ikinci belə ilə atlanıram. Hə, O mən mənim onu öz görmüşəm. rəqsimdir. O mahnı tələb elədi onu Hə. məndə. Mən onu bir dəfə elədim. O Ölüm Sənin Qucağında mahnı var. O mahnı mən oxuyanda bir dənə belə atlandım. Mahnıya uyğundu axı. Onu paylaşdım. Trend oldu bayağı. Trend oldu. Çox Trend trend oldu. oldu. Trend oldu. Hə. Trend oldu. Gördüm hər kəs o hərəkət oynayır. İstəyirlər özdə. Neçə dənə TikTok videolar var. Hə, o hərəkəti eləyiblər. Adları nədir yadımda deyil, yoxsa onları da deyərdim. Yəni eləyiblər, görmüşəm. Mənim də qabağıma çıxıb. Bir gecədə həmin o rəqs trend oldu. Mən də davam elədim. Burada belə pis çıxmasın. Ədəbsizlik yoxdur. Rəqsdir. Rəqs heç vaxt tərbiyəsizlik deyil ki. Belə üzr istəyirəm, bizim elə rəqqasələrimiz var ki, açıq-saçıq rəqs eləyirlər. Yəni bu onların işidir. Düzdür, rəqs eləmək mənim hardasa işim deyil, amma mahnı ilə bərabər tələb edirdi mahnı. Daha gözəl görünür. Dayanıb belə oxuya bilmirəm axı. Sizə deyim, daha qəşəng görünər. Əlbəttə Daha ki. tanıyırsınız da bir mahnı. Və mən onu paylaşdım. Bir gecədə viral oldu. Hə, elədir. Və görmüşəm, mən izləmişdim orada ki, istəyirlər səhnədə sizdən o rəqsi eləyin deyə tələb eləyirlər yəni. Mən görmüşəm. Şovlarda onu eləyəndə necə səhnə coşur. Hələ tez-tez olanda eləmirəm amma tez-tez olanda oxuyuram belə elləri. Yəni onu elə də deyirəm o birisi mahnıdır. Gözləri sələ. İnanın səmimiyyətimə. Bir gecədə o mahnı 3 milyona yaxın həmin o rəqs baxış yığdı, o da yayıldı. Nə bilim, qurban Allah. Hadi bir dənə rəqs deyildi, tutdu da. Tamara mahnısı özbək müğənnidən alınıbmı? Yox. Belə bir sual. Sözləri özümə aid. Hər kəs bilir. YouTube-da da elə yazılıb. Musiqisi özbəkdir. Amma sözləri mənə aiddir. Yəni sözləri Kəmalə Güləşdir. Özünüz yazmısınız. Bəli. Hər kəs də mənim yazdığım sözlə oxuyur. Heç kim özbək dilində oxumur. Orada özbək sözlərindən istifadə olunur. Bəlkə də ona görə elə fikir yaranıb izləyicilərdə. Yox, amma orada canım aldın, aldın. Orada düzdür, müəyyən şeylər var, bənzərlik var. Amma orada bir-iki şeylər var özbək dilində deyil, onlar öz dilində. Yəni sözləri, əksəriyyət sözləri mən dəyişib oxumuşam. Mahnı mənə aiddir və o mahnını da Tamaranı ilk dəfə TikToka mən gətirmişəm. Heç kim bilmirdi Tamara Mansı. Tamara Mansı baxışlar yığıb öz ölkəsində. Özbəkistanda YouTube platformasında trend olub bizə gəlib çıxmamışdı o. Mən də sizdən eşitmişəm. Bəli, hər kəs Mən də məndən sizdən eşitmişəm. Məndən eşidəndən sonra o da Azərbaycanda xoda düşdü o mahnı. Məndə də milyonlar yığıb. Bəli, sevirəm mahnılarınızdan biridir. Sualımız növbəti. Kəmalə xanımın əsl adı nədir? Çünki videolarda özünə Tamara deyir. Onu bilirsiniz necədir? Onu mən demirəm ki. Onu xalq deyir. Toya getdiyim insanlar deyir. Toy sahibləri deyir. O da necə oldu? Tanıdığım mahnıya görə, hə? Təzə tanınanda Tamara hər yerə bilirsiniz səs salmışdı. Sonra müəyyən sosial şəbəkələr var ki, səhifələr yazıblar üstündən Tamara Günəşli. Ona görə. Həmən o Tamara Günəşlin paylaşmışdı. O mahnı da TikTokda müəyyən bir 2-3 milyon baxış yığmışdı. Və bütün o birisi insanlar, TikTokerlər həmən o lenti götürüb öz səhifələrində paylaşmış. Onlarda da tutmuşdu. Hər yerdə elə gelmişdi. Şeyə elə düşmüşdü Tamara Günəşli. Ondan mənə Tamara Günəşli çağırdılar. İnanın səmimiyyətimə. Mən qonşu efirlərdə də mənə dedilər ki, niyə Tamara deyirsən? Deyirəm, valla ona görə mənə Tamara deyirəm. Yəni mən ona görə mənim də dilimə düşüb Tamara Günəşli deyirəm. İstəmsiniz ki, artıq sonra olurum. Uşaq belə gedir, hamı sizi elə tanıyır. Ləqəb kim oldu belə çıxanda? Ləqəb kimi. Həm də tanınır, bax o mahnı çox sevilib insanlar tərəfindən, ona görə. Bəli. Deməli, Səda Sayanlı duet oxuma fikri Vəfa Şərifovanın Yıldız Tilbə ilə duet oxuma açıqlamasından sonra ağlına gəlib, yoxsa əvvəldən bu fikir var idi? Ondan qabaq. İnanın səmimiyyətimə. Elə bir ki, Vəfa xanım mənim fikirlərimi oxudu. Bilməm, o çox istəyirəm. Beləniz yaxındır deyə. Elə bir girən ki, olur deyirsən, məsələn, siz nə isə demək istəyirsiniz. Yox, saniyə söhbəti var, dəqiqə söhbəti var. Elə bir siz demək istəyəndə o sizdən qabaq deyirsə, elə bir mənim fikrim uğradı. Hamı da olur, bizdə də evliliklər arasında olur. Elə bir bu da elə oldu. İnanın səmimiyyətimə heç mən bilmirdim ki, Vəfa xanım
Yıldız Tilbe ilə şey oxuyacaq. Bizdə uca o plan gedirdi. Hə. O plan gedirdi. Ürəyimi oxudun. Hə, elə bir günlərdə gördüm ha. Bu hazırlaşır. Dedim, fikir verir, Allah işinə bax. Yəni, demək ki, Vəfa xanımla bizim ideyalarımızda oxşarlığı var. Bəlkə də elə ikiniz də eyni anda Bəli. nəsə bir iş gördünüz. Görək inşallah Allahdan. Növbəti sualımız Şəbnəm Tovuzun ad günə niyə getməmişdi? Səbiş deyirəm mən ona, çox istədiyimə görə deyirəm. Şəbnəm xanım Tovuzu məni çağırmamışdı. Bilmirəm, məni unutmuşdu. Yəni necəsə olub. Və yaxud da bəlkə də ola bilər, biz toyda bayramda olmuşuq, onun prodüseri yığılıb, biz telefonu aça bilməmişik. Ya bizə ulaşa bilməyiblər. Düşünürəm ki, nə əcəb. Nə əcəbsə mənə çağırmayıb. İndi hələ ki rastlaşmamışıq ki, mən o sualı verim ona. Ki, mənə niyə dəvət eləməmsən? Niyə? Mən o qonşu efirədə demişdim ki, yadımdan çıxmışam. Əzrailin yadımdan çıxıb. Onun söhbətində olay olmuşdu ki, Kəmalə belə dedi. Yəqin unudub, nə bilim, insandır da. Ya ürək istəməyib, çağırmayıb. Amma münasibətimiz biz deyil. Yəni, mən Şəbnəm xanımı harada gördüm. Salamlaşırıq, görüşürük. Yəni, belə bir qalmaqal yaşanmayıb sadəcə? Yox, bilməm. Səbəbini siz də bilmirsiniz. Hə, bilmirəm. İndi çox istərdik ki, bizim üçün, izləyicilərimiz üçün qısa bir sevdiyiniz, yəni sizin üçün dəyərli olan hansısa bir mahnı, ürəyiniz hansını istəyirsə, belə bizə zümzümə eləyərsiniz. Olarmı? Niyə olmur ki? Çox mahnı bilirik. Görək hansı mahnılardan oxuyum. Öz mahnılarımdan olar. Öz mahnılarınızdan eləyin. Sevilən mahnılarınızdan ya sizə necə rahatdır? Mən bilirəm ki, mənim mahnılarımı daha çox sevirsiniz. Deyirəm bir kələ öz mahnılarımı. Olar. Məncə də öz mahnılarınızı oxuyun. Gecə xəlbətdə qaranlıq, ürəyim durdu bir anlıq, yadıma düşdü cavanlıq. Onda rüyadaydım, mən onda rüyadaydım, sanki dünyadaydım, mən onda rüyadaydım mən. Saralıb nə solmamışdın, nə gedib nə qalmamışdın, hələ sən heç olmamışdın. Onda rüyadaydım, mən onda rüyadaydım, sanki dünyadaydım, mən onda rüyadaydım mən. Möhtəşəmsiniz. Orada belə sesim qaçdı, ora dəyməyin, çünki canlı budur. Bəli. Bax, bu təbiidir, canlıda. Bəli. O yoxsa o saxlayır təzdən. Yəni bəzən var ki, yəni istəmirlər də ki, canlı oxumaq istəmir. Yox, burada nə var ki, yəni olur, səsdir, qaçır, eləyir. Səhər açılanda ayaq üstəyəm, yuxusuzam, yorğunam. Yəni normal bir şeylərdir bunlar. Təşəkkür edirik ifanız üçün. Minnətdaram. Kəmalə xanım, bu arada sizə bir şey etiraf edəcəm. Düşünürəm ki, bunu demək artıq zamanı gəldi. Düzdür, bunu desəm, bəlkə də mənə əsəbləşəcək bir nəfər. Amma qarşınızda gördüyünüz xanım Mehdi sizin heyranlarınızdan biridir. Hər zaman ki biz görüşürüksə, sizin mahnılarınızı ifa edir. Hər zaman sizi tərifləyir və arzularından biridir ki, sizin klipinizdə çəkilsin. Niyə də olmasın? Niyə də olmasın? Mən danlayacağımıza görə. Yox. Niyə də olmasın? Böyük məmnuniyyətlə. Sizə uyğun belə bir klipimiz olsa, belə bir ssenari qurulsa, İnşallah. Mütləq şəkildə mən sizə danışaram. Dəvət edərəm. Qara qız səni çağır. Sarışın. Niyə də olmasın? Çox gözəl, xoş olar mənə. Həqiqətən də ki, məni sevənlər... Necə masum otur. Çox sağ olsun, var olsun. Allah xoşbəxt eləsin. Çox sağ olun. Təşəkkür edirəm. Bir bölümün daha sonuna çatdıq. Videomuzu bəyəndinizsə kanalımıza abunə olmağı, bizi izləməyi və dostlarınızla paylaşmağı unutmayın. Yeni bölümdən xəbərdar olmaq istəyirsinizsə bildirimləri açmağı unutmayın. Və şərhlərdə fikirlərinizi bizimlə bölüşməyi unutmayın. Növbəti həftənin cümə günü 20:00-da YouTube-da yayımda olacağıq. İzləmədə qalın, izləməyi unutmayın. Kəmal xanım, son olaraq sizə təşəkkür eləmək istəyirəm. Minnətdaram bizim qonağımız olduğunuz üçün, dəvətimizi qəbul elədiyiniz üçün. Çox xoş oldu, əyləncəli oldu məncə. İnşallah ki, siz də bəyəndiniz.
Təşəkkürlər, çox təşəkkür edirik. Çox sağ olun hər şey üçün. Təşəkkür edirəm xanımlar. Həqiqətən də mənim üçün də çox xoş oldu və maraqlı, qeyri-adi bir veriliş oldu. Çünki belə veriliş bir dənədir. Yəni 3 xanım. Bizdən bir dənə. Həqiqətən də sözün əsl mənasında verdiyiniz suallara diqqət eləmisiniz. Yəni o sizin böyüklüyünüzdür. Həqiqətən də o hər aparıcı düşünmür, elə partiya verir. Çox sağ olun xanımlar. Sayğınıza, sevginizə görə əminəm ki, möhtəşəm bir efir keçdi. Çox sağ olun. Çox da gözəl olacaq. İnşallah, təşəkkürlər. İnşallah istəyərəm yenə də müəyyən bir zamandan sonra. İnşallah irəliləyən zamanlarda yenə gələrik. İnşallah. Bizim xüsusi bölümlərimiz olacaq. Onlarda sizi dəvət eləyərik inşallah bir dəfədə. İnşallah. İzləyicilərimiz öz olacaq bu arada. Abunə olun ki, xüsusi bölümlərimiz də olsun. Son olaraq layihəmizin, verilişimizin prodüseri Fəqan Dadaşova öz təşəkkürümüzü bildiririk. Sağ olun. Görüşənə qədər. Hələlik.